İndi isə 19-cu əsrdə Azərbaycanda kənd təsərrüfatının inkişafı haqqında danışmaq istəyirəm. Kənd təsərrüfatında artıq kapitalist əlamətləri görünürdü. Belə ki, təkmil alətlərdən istifadə olunurdu, kənddə təbəqələşmə artmışdı və muzlu əməkdən istifadə olunurdu, muzlu əmək tətbiq olunurdu. Kənd təsərrüfatının inkişafı həm sənayenin inkişafına, şəhər əhalisinin sayının artmasına və şəhərlərin böyüməsinə və genişlənməsinə səbəb olurdu. Azərbaycanın müxtəlif ərazilərində müxtəlif kənd təsərrüfat sahələri inkişaf etməkdə idi. Taxılçılıq əsasən Yelizavetpolda inkişaf edirdi və Yelizavetpol quberniyasını Azərbaycanın taxıl anbarı adlandırırdılar. Lənkəran, Noxa qəzaları çəltikçilik üzrə ixtisaslaşmışdı. İndi də olduğu kimi Lənkəranda bilirik ki, düyü istehsalı hal-hazırda da var. Tütünçülük üzrə Şəki, Zaqatala, Quba qəzaları ixtisaslaşmışdı. Pambıqçılıq da inkişaf edirdi. Azərbaycanda mərkəzi Aran-Kür Araz zonasında aydındır, coğrafiyadan da bilirsiniz ki, pambıqçılıq inkişaf edir. O zaman da pambıqçılıq həmin ərazilərdə mövcud idi daha çox və pambığı müstəmləkə bitkisi adlandırırdılar. Bu dövrdə inkişaf etmiş sahələrdən biri də üzümçülüyü idi. Qafqaz Leonu adlandırılan ərazi isə Şəki idi. Niyə Leon deyirdilər? Çünki Şəkidə, Leon şəhərində, Fransanın Leon şəhərində ipəkçilik inkişaf etmişdi. Avropanın ən inkişaf etmiş ərazisi idi Leon, ipəkçilik üzrə. Şəkiyə də Qafqazın Leonu, yəni ipəkçilik üzrə inkişaf etmiş Qafqaz şəhəri adı verilmişdi. Biyan kökü istehsalı da var idi. Bu dövrdə Azərbaycanda olan biyan yığılaraq Avropaya və Amerikaya aparılırdı. Maldarlıq, atçılıq, əkinçilik və s. kimi sahələr də inkişaf etməkdə idi. Bu dövrdə köçürmə siyasəti həyata keçirmişdi Çar hökuməti. Belə ki, 44 min hektar əraziyə Rusiyadan Slavyan kəndliləri köçürülmüşdü və bu sübut edir ki, 20-ci əsrin əvvəlində də rusların köçürülməsi davam edirdi. Deməli, həm 19-cu əsrin əvvəllərində, həm də 20-ci əsrin əvvəlində rusların köçürülmə prosesi davam etmişdi. Azərbaycanda malcəhət, bəhrə kimi vergilər yenə də var idi. 1870-ci il islahatına əsasən bizə məlumdur ki, bu vergilərdən heç biri ləğv olunmamışdı. Çöpbaşı vergisi də qalmaqda idi. Sadəcə 1870-ci ildə ləğv olunan sahə biyar idi. Biyar da mükəlləfiyyət idi. Lakin 1912-13-cü il islahatına qədər Azərbaycanda kəndlilər müvəqqəti mükəlləfiyyət daşıyırdılar. Yalnız 40 il sonra, yəni 70-ci il islahatından 40 ildən də çox sonra Azərbaycanda müvəqqəti mükəlləfiyyətlilik ləğv olunacaq. İndi isə dövlət kəndləri haqqında danışaq. 1846-cı il, daha doğrusu 1847-ci il, 1870-ci ildə keçirilmiş bütün islahatlar sahibkar kəndlilərinə aid edildi və 1912-1913-cü ildəki islahatlar da sahibkar kəndlilərinə aid ediləcək. Dövlət kəndliləri isə diqqətdən kənar qalmışdı. Səbəb isə bu göstərilirdi ki, dövlət kəndləri yalnız dövlətə vergi verir, sahibkar kəndləri isə həm dövlətə, həm sahibkara vergi verir və sahibkar kəndlərinin vəziyyəti daha ağır dəyərləndirilirdi. Bu yüzdən də islahatlar əsasən sahibkar kəndlərinə aid edilmişdi. 1853-cü ildə dövlət kəndliləri ilə bağlı bir qərar qəbul edildi. Həmin qərara əsasən dövlət kəndlilərinin bir yerdən başqa yerə köçmək hüququ əllərindən alındı. Bu isə yaxşı bir qərar deyildi, amma dərslikdə izah edilir. Məsələn, vəsaitdə bu yoxdur, amma dərslikdə izah olunur ki, dövlət kəndlilərinin köçmə prosesinin qarşısını ala bilmədilər. Kəndlinin bir yerdən başqa yerə köçməsinin qadağan olunması onun sanki torpağa təhkim olunması idi. Amma belə ki, köçmənin qarşısını ala bilmirlər onlar. O zaman aydın olur ki, kəndliləri torpağa təhkim etmək Azərbaycanda mümkün olmamışdı. Bir dəfə də 1303-cü ildə Hülaki dövlətinin hökmdarı Qazan xanın dövründə kəndliləri torpağa təhkim etməyə cəhd etsələr də, o dövrdə də təhkimçilik yaratmaq Azərbaycanda mümkün olmamışdı. 1887-ci ildə Azərbaycan əhalisinə bir vergi tətbiq olundu. Bu vergi hərbi vergi idi.
Hərbi vergini niyə tətbiq elədi Çar hökuməti? Çünki onlar Azərbaycanlı gəncləri və yaxud Azərbaycanlı kişiləri hərbi xidmətdə xidmət etməsini istəmirdilər. Səbəb isə bu idi ki, Azərbaycan müstəmləkə ərazi idi və müstəmləkə əhalisinin hərbi işi öyrənməsini Çar hökuməti tərəfdar deyildi. Məsələn, burada sual çıxa bilər ki, axı 1-ci Dünya müharibəsində Azərbaycanlılar iştirak etmişdi. Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Fərrux ağa Qayıbov və s. Naxçıvanski kimi və s. şəxslər iştirak etmişdi. Bəs onlar nə yaxşı Çar hökumətində qulluq etmişdilər? O zaman bunun cavabı budur ki, bu sualın cavabı budur ki, həmin şəxslər Rusiyada təhsil almışdılar, Peterburqda hərbi məktəbdə təhsil almışdılar və Çar hökumətinin ideologiyası ilə onların beyinləri doldurulmuşdu və onların və ümumiyyətlə müharibədə biz fikir versək görərik ki, onlar əsasən Qərb cəbhəsində döyüşdürülmüşdülər. Osmanlılarla, türklərlə qarşılaşdırılmasına imkan verilməmişdi. Yəni normal kəndlilərdən, normal sıravi əhalidən fərqli olaraq özlərinin təhsil verdiyi insanlara ruslar daha çox inanırdılar. O yüzden də həmin şəxslər müharibədə iştirak etmişdilər. Daha sonra danışaq 1900 və 1903-cü il əsasnamələrindən artıq Çar hökuməti dövlət kəndliləri üçün də müəyyən islahatlar keçirməyə məcbur oldular. Çünki kapitalist münasibətləri yaranırdı və islahatlar kəndlilərin bütün təbəqələrinə şamil edilməli idi. Həmçinin 19-cu əsrin ikinci yarısından, 20-nin əvvəllərindən başlayaraq Azərbaycanda qaçaq hərəkatı genişləndi. Qaçaq Kərəm, qaçaq Nəbi 19-cu əsrin ikinci yarısında Zəngəzurda və Qazax qəzasında, yəni Yelizavetpolda, qaçaq Süleyman, Dəlialı, Qandal Nağı kimi qaçaqlar isə digər ərazilərdə narazılıq etməyə başladılar Çar hökumətinə. Bu cür hərəkatların qabağını almaq üçün onlar dövlət kəndlilərinə də islahatlar şamil etməyə məcbur oldular. Belə ki, 1900-cü ildə keçirilmiş islahata əsasən icma torpaqlarından nəsli istifadə hüququ aldılar dövlət kəndliləri və hansı torpaqların kəndlilərə verilməsi qaydası isə 1903-cü ildə deməli yaradıldı. Belə ki, onlar bu islahatda müəyyən etdilər ki, Çar hökuməti bu islahatda müəyyən etdi ki, kəndlilərə hansı sərhədlər daxilində torpaq verəcəklər və belə qərara aldılar ki, meşə, çəmən, otlaqlardan da dövlət kəndlilərinə torpaq ayırsınlar. Deməli, 1903-cü il əsasnaməsinə əsasən kəndlilərin nəsli istifadəsinə veriləcək torpaqların sərhədləri müəyyən olundu və qərar alındı ki, meşə, çəmən, otlaqlardan da kəndlilərə torpaq ayrılsın. Lakin bu islahatlar dövlət kəndlilərinin vəziyyətini yaxşılaşdırmadı. Əksinə, islahatlar dövlət kəndlilərinə mənfi təsir göstərdi. Belə ki, onlar artıq yararsız torpaqlara da sahib olduqlarına görə vergilərin sayı xeyli artmışdı. 1912-ci ilin dekabr ayının 20-sində Çar hökuməti yeni bir islahat keçirdi. Bu islahat isə artıq dövlət kəndlilərinə deyil, sahibkar kəndlilərinə şamil edilmişdi. Həmin islahatın məqsədi bu idi ki, Azərbaycan kəndlilərinə də dövlət yardım etsin ki, borc versin ki, kəndli gedib torpağı satın ala bilsin. Çünki 1870-ci il islahatında Çar hökuməti kəndliyə bildirirdi ki, gedin torpağı satın alın. Amma hansı vəsaitlə satın alsın, bunu göstərmirdi, nə də kəndliyə yardım etmirdi. Və 1870-ci il islahatına əsasən torpaqların 3dən 1 hissəsi yenə də bəylərin və ağaların əlində saxlanılmışdı. 1870-ci il islahatına əsasən vergilər, çöpbaşı, malcəhət, bəhrə kimi vergilər saxlanılmışdı. Yəni insanlar yenə də vergi ödəyirdilər və müvəqqəti mükəlləfiyyətlilik də davam edirdi. Biyar ləğv olunsa da 1912-ci ilə qədər müvəqqəti olaraq mükəlləfiyyətlilik davam edirdi. 1912-ci ilin sonlarında növbəti islahat haqqında qərar qəbul edildi. 1913-cü ilin yanvarın 1-də isə həmin islahat qüvvəyə mindi.
İslahatın şərtlərinə əsasən meşə, çəmən, otlaqlardan sahibkar kəndlilərinə pay ayrılmırdı. Dövlət sahibkar kəndlilərinə 20 il müddətinə 6%-lə borc verirdi. Sahibkar kəndlisi bu torpağı, yəni feodaldan torpağı gedib satın almalı idi və 20 il müddətinə 6%-lə dövlətin verdiyi borcu qaytarmalı idi dövlətə. Əkinçilik üçün yararsız olan torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Su arxları isə mülkədarların əlində saxlanılmışdı. Su arxlarını mülkədarların əlində saxlamaqda əsas məqsəd o idi ki, mülkədarların tam hüquqları əllərindən alınmasın və heç olmasa mülkədarların əlində bəzi hüquqlar saxlanılsın. Bundan başqa kəndliyə veriləcək pay torpaqlarının içərisində bəzən bağ yerlərinə rast olunurdu. Bu bağ yerləri üçün kəndlilərdən heç bir ödəniş alınmırdı. Bir də kəndlilər xüsusi mülkiyyəti elan olunmuş pay torpağını məcburi şəkildə satın almalı idilər və onların satın alacaqları torpaq onların nizamnamələrində, yəni onlara verilən sənədlərdə göstərilən torpaq olmalı idi. Keçirilmiş bütün islahatlar, həm 1847-ci il islahatı, həm 1870-ci il islahatı, həm 1912 və 13-cü il islahatı Azərbaycanda kapitalizmin inkişafında mühüm rol oynadı və feodal qaydaları artıq demək olar ki, tamamilə aradan qaldırıldı və yeni kapitalist müəssisələri, fabriklər açılacaq, zavodlar açılacaq, neft sənayesi, digər dağ mədən sənayesi və digər sahələr Azərbaycanda əkinçilik, maldarlıq sahələri geniş inkişaf edəcək və hətta Azərbaycan neft sənayesi üzrə dünyada birinci yerə çıxacaq böhrana 1900-1903-cü il böhranına qədər. Başqa əlavə edəcək bir fikrim yoxdur. Bu qədər. Davam edəcəm.